Hər nə qədər ki Təbrizlilər kebabda iddiaları var, bu iddia balığa da sid gelir. Bu gün gəlmişik Təbrizin lap dərəcəyik balıq restoranlarından birinə. Ta bu şuluqluğun dəlilini tapaq. Bura Barbaradır ki, mühiti və qəzasından qabaq söyürəm aşpazxanası ilə başlayır. Çünki gördüyüm lap təmiz və mürəttəb aşpazxanalardan biridir. Hətta restoranın lap o şuluq vaxtı. Menularında cürəbəcürə balıq suxarisi, bücür sinilər, şişliklər, esteyklər, meygular və saladlar var. Ki bizim pişnahadımız siniyə ərəbidir. 2 cürə balıq və 2 cürə düyü ilə. Sərişpəzlərin pişnahadı qəzası, yəni tava balığı və sibas balığı ki, çə evdə, çə eşikdə çox ətli və yeməli olmağına görə intixabımızdır. Burada bütün qəzaların yanında bir dənə sos çox gözədir. Ki Barbaranın məxsus sosudur və qəzaların yeməli dadına dad qatır. Buranın fəzası gözəldir və böyük olmağına görə həm xanımların doğru həmilərinə və ya xanevadəgi şam nahar qərarlarınıza münasib bir yer ola bilər. Barbara kəlməsini biləmizə komment eləyin ta Barbaranın menusu biləcə direkt olunsun.